Rusiya və Amerika Birləşmiş Ştatları prezidentlərinin telefon danışığının yekunlarını bütün dünya gözləyirdi. Bu dialoq sülhün başlanğıcı ola bilər. Bunu TASS-a açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutskiy bildirib. Son bir aydan bir qədər çox müddət ərzində baş tutan ikinci telefon danışığının yekunlarını şişirtmədən demək olar ki, bütün dünya gözləyirdi. Danışıq təxminən 2,5 saat davam etdi. 148 dəqiqəlik effektiv diplomatiya. Bu, Rusiya milli maraqlarına riayət edilməklə sülhə doğru bir başlanğıc ola bilər, deyə deputat bildirib. Onun sözlərinə görə mövcud koordinat sistemində Ukrayna münaqişəsinin həlli istiqamətində əhəmiyyətli bir addım atılıb. Vladimir Putin Moskvanın sülh danışıqlarına hazır olduğunu təsdiqləyib. Enerji infrastrukturuna qarşı hücumlardan 30 gün müddətinə qarşılıqlı imtina ideyasını dəstəkləyib və artıq orduya bununla bağlı göstəriş verib. Atəşkəsin mümkün nəzarət mexanizmləri və Kiyev rejiminin qeyri-müqavilə qabiliyyəti ilə bağlı ciddi risklər tam şəkildə müəyyən edilib. Qeyd edək ki, ötən gün Putin və Tramp arasında telefon danışığı baş tutub.